Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî ala fi tevahhudihi ve dena fi teferrudihi ve celle fi sultanihi ve azma fi erkanihi. Feterel halâqe bi kudretihi ve neşerer riyaha bi rahmetihi ve vattada بالسخور ميدان أرضه ثم الصلاة والسلام على حبيبه وخيرته حافظ سره ومبلغ رسالاته سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين واللعن الدائم على آدائهم أجمعين من الآن إلى يوم الدين. ثم قال الله تبارك وتعالى وكل نقص عليك من أنباء الرسول ما نثبت به فؤادك. Peygamber ve Ali Peygamberin gül cemalına salavat zikreleyeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah Allah Teala kalplerimizi Kur'an nuru ile, İslam marifiyle münevver etsin diye ve ağamız, Mevlamız İmam Zaman ağanın zuhuru ile İslam ve Müslümanların düşmanları məhv nabud olsun diye, zelil olsun diye uzalı salavat zikrediye. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mübarek Ramazan ayına dahil olmuşuq. Artıq bu gözəl ayın ilk cüməsidir. Bu ayın ilk cüməsidir. Bu ayın girməsi münasibəti ilə hamınızı həmimi qəlbdən təbrik edirəm. Allaha dua edək ki, Allah Teala bu oruçluğu, bu mübarək Ramazan ayını bizim axırıncı Ramazanımız qərar verməsin. Və Allaha şükürlər olsun ki, bu ildə bizə nəsib elədi ki, bu gözəl aya varid olaq və inşallah bu aydan səmərəli istifadə edək. Mövzumuz Peyğəmbərlərin sirəsindən gedirdi. Peyğəmbərlərin, ənbiyaların dəvət əsnasındakı cazibələrindən söhbət edirdik. Dedik ki, bu Peyğəmbərlər nə edirdilər? Nə iş görürdülər, necə edirdilər ki, insanları bu qədər haqqa dəvət edə bilirdilər. 100 illərlə zehinlərdə olan, beyinlərdə olan, o başlarda olan puç əqidələri insanlar bir tərəfə qoyub haqqa gəlirdilər. Peyğəmbərlər nə iş görürdülər, hansı cazibələrdən istifadə edirdilər ki, insanlar bu qədər rahat dinə, haqqa meyilli olurlar. Yadınıza gəlirsə, ötən həftələrdə bu cazibələrdən birini xidmətinizə çatdırdıq və 2 həftə bu barədə danışdıq. Dedi ki, o cazibələrdən biri ki, Peyğəmbərlər onun vasitəsilə insanları cəlb edirdi dinə, haqqa, imana, suhulət və asan tərzdə bəyan eləmək. Dini, haqqı, Allahı, imanı elə bir tərzdə başa salırdı ki, Peyğəmbərlər, insanlar çox rahat şəkildə başa düşürdülər və meyilllənirdilər dinə tərəf. Və çox asan şəkildə insanlara izah edirdilər və çətinləşdirmirdilər məsələləri. Mən hərdən qardaşlara da deyirəm, o qardaşlar ki, namaza təzə gəliblər, biz vərəqlər qoymuşuq ora ki, məsələn, o vərəqlərin üzündən yazılıb həm surəsi, rukusu, səcdəsi, təşəhhüd, salamların sözləri orada yazılıb. Qardaşlara həmişə deyirəm ki, məcbur eləməyin ki, əzbərlə sonra. Çünki hardan bilirik ki, Allah bizə nə qədər mühlət verib, bunu əzbərləyənə kimi mən namaza girə biləcəm, yoxsa yox, namaz mənə qismət olacaq, yoxsa yox, eybi yoxdur. Qoy elə əlində o vərəqi tutsun, o vərəqə baxa-baxa namazın qılsın, amma qılsın. Nə cürə bacarır qılsın. Bəzən biz özümüz vəhşət icad edirik təzə namaza gələnlərdən. Amanın günüdür. Əgər bir hərfi sərf edəsən, vəssalam, sən batdın, küldükü olacaqsan.
Yox, belə deyib insanları uzaqlaşdırmaq lazımdır. Asan tərzdə onları dəvət eləmək lazımdır. Allah Teala Quran-ı Kərimdə özü buyurur. Yassir və la tuassir. Ey insanlar, asan deyin, çətinləşdirməyin. Bəşşir və la tunaffir. İnsanlardan nifrət icad eləməyin. Elə eləməyin ki, insanlar dindən qaçsınlar. Əksinə elə edin ki, insanlar dinə gəlsinlər. İnsanlar dinə meyillənsinlər. Dini sevsinlər. İslam dinini sevsinlər. Həqiqi İslam dinini. Daha o cürə yox ki, hərə özündən bir din, bir məzhəb icad edir və başlayır onun yolu ilə getməyə. Bunun da günahkarı yenə də biz ruhanilərik. Çünki biz bəzən o qədər işləri çətinləşdiririk ki, o qədər ağırlaşdırırıq ki, məcbur olur gedir özündən başqa bir yollar axtarmağa. Bu barədə biz 2 həftə boyunca danışdıq, mənə elə gəlir çox geniş danışdıq. Əlbəttə ondan da geniş danışmaq olardı, amma kifayət edir o qədər. Bu günləri istəyirəm ki, Peyğəmbərlərin daha bir üslubundan, metodundan ki, insanları cəlb edirlər, onun haqqında danışır. Və bu da tədric məsələsidir. Peyğəmbərlərin dəvət əsnasındakı cazibələrindən biri də tədrici və hissə bəyan eləməkdir. Hissə, birdən-birə bütün mətləbləri demirlər, birdən-birə bütün mövzuların hamısını açıb tökmürlər. Yavaş-yavaş, addım-addım, hissə irəli gedirlər. İnsanları haqqa dəvət edərkən birdən-birə əgər bütün mövzunu hamısını onlara desən, onlar vəhşətə gələrlər ki, bu çox ağırdır bizim buna gücümüz çatmır. Amma çox az, hissə. Mən bəzən qardaşlara deyirəm, bəzi qardaşlar bəzi məqamlardan söhbət edirlər. Mən misal vururam, bu misalı çox vurmuşam. Deyirəm ki, təsəvvür edin bir nərdivan və o nərdivanla sən qalxmaq istəyirsən. Amma istədiyin şey yuxarıdadır, ən yuxarıdadır. Sən istəyirsən birdən-birə ayağı birinci pillədən qoyasan 10-cu, 12-ci pilləyə. Bu mümkündür. Çata bilməz ayağın ora. Çatsa da süqut eləyərsən, aşarsan, yıxırılarsan, ağrıyarsan. Ondan sonra heç istəmərsən ora qalxmağı. Ondan sonra gözün qorxar nərdivandan. Amma pillə-pillə, ahəstə-ahəstə. Bu Peyğəmbərlərin cazibəsi bundan ibarət idi ki, tədricən gedirlər, yavaş-yavaş gedirlər. Hissə, pillə-pillə insanlara nəyisə başa saldırırlar. Mən bir sözdə deyim, hər bir işdə, istənilən bir işdə, istəyir müsbətə doğru, istəyir mənfiyə doğru. Əgər insan tədricən o işi görsə, o insan müvəffəqdir. Tədricən o işi görsən, istədiyin işə getsən, o insan müvəffəq olacaq. Birdən-birə nəyisə əldə eləmək bu çətin məsələdir. Misal vuraq, məsələn, şeytanı. Bir şeytan baxın görün, insanı yoldan azdıranda birdən-birə demir ki ona, şeytan da insanı vəsvəsə eləyəndə, yoldan çıxanda az-az, xırda-xırda başlayır. Yavaş-yavaş deyir. Birinci vəsvəsə eləyir qəlbinə, zehninə, bəzi toxumları səpir, sonra başlayır o toxumların üzərində işləməyə, onları bəsləyir, becərir, cücərdir, kök addımı, təzə bir vəsvəsə, təzə bir şübhə, şeytanın əməlidir, şeytanın işidir. Əvvəl deyir ki, şeytan əvvəl nə deyir? Deyir, sən Azərbaycanlısan da. Mən Azərbaycanlıyım, özümə deyirəm, mən Azərbaycanlıyım. Bu Quran ərəb dilində daxil. Hə, ərəb dilində. Sən də namazı ərəb dilində qılsan. Doğrudan namazı ərəb dilində qılsan. Azərbaycanlı olur. Şeytanın işlərini qurar. Deyirsən, Allaha çatmaq istəyən də namazla. Axı, namaz bir vasitədir Allaha çatmaq üçün. Şeytan deyir ki, elə olmaz ki, sən öz dilində deyəsən bu namazı. Öz dilində daha yaxşı başa düşürsən. Daha aydındır ki, sən nə demək istəyirsən. Allaha belə tez çatarsan. Düşdü zeynimə. Və başlayır onu şeytan neyləməyə? İnkişaf elətdirməyə, yetişdirməyə, böyüməyə. Sonra yavaş-yavaş deyir ki, harada yazılıb ki, harada deyib ki, hansı Peyğəmbər deyib, hansı Quranda yazılıb, Quranın harasında yazılıb ki, namazı necə qıl, neçə rükət qıl, nə vaxt qıl, nə fasonda qıl, harada qıl. Doğrudan Quranda belə bir şey yoxdur. Öyrən nə vaxt istəyir qıl, nə cürə istəyirsən qıl. Ha, yavaş-yavaş şeytan bir ərzdə dərinləşdirir. Birdən görürsən ki, qoydun əhl-i beyti kənara. Yavaş-yavaş deyirsən ki, Peyğəmbər də 1400 yıl bundan qabaq ölüb. İndi Peyğəmbər yoxdur ki.
Qur'an da yavaş-yavaş qoysan kənara, bir də görürsən Allahı da inkar elədin, İraq bizdən oldu nə? Mürtəd, dindən çıxmış. Şeytan da belə yavaş-yavaşdan başlayır. Allah Teala Qur'an-ı Kərimdə özü buyurur, Ərəf surəsinin 182-ci ayəsindəki Sənəstədricuhum min haythu la ya'lamun. İnsanlar da süquta uğrayanda tədricən uğrayırlar. Yavaş-yavaş. Birdən-birə insan süqut eləmir. Birdən-birə insan yolunu azmır ki, yavaş-yavaş. Şeytan özü də yolunu azanda yavaş-yavaş azdı və başladı yavaş-yavaş azdırmağa. Şeytan birinci nə dedi? Əvvəl nə ilə başladı? Dedi, mən səcdə eləmirəm. Da bunu hamımız Bəqərə surəsi. Mən səcdə eləmirəm. Mən Adəmə niyə səcdə eləməliyəm? Elə əvvəlcə elə oradaca məsələni həll eləsəydi, üstündən keçsəydi, sonrası yaxşı olardı. Amma şeytan biraz da dərinləşdirdi. Biraz təkəbbürlü elədi. Biraz da keçdi, dedi ki, əşki sən məni oddan, onu iyilənmiş bir palcıqdan yaradın. Mən ondan üstünəm. Biraz da keçdi, dərinləşdirdi, başladı Allahın işinə qarışmağa. Özünü Allahdan çox bilməyə. Bəzən biz insanlarda da bir şeylər var. Özümüzü Allahdan çox bilmiş hesab edirik. Şeytan da özünü 3-cü pillədə Allahdan çox bilmiş hesab elədi. Və 4-cü pillədə, baxın görün, bax biz insanlarda da bir şeylər var ha. 4-cü pillədə neynədi şeytan? 4-cü pillədə də dedi ki, yox, mən insanları da azılacaq. Biri var, insan özü günah eləyə, özünün əqidəsi səhv ola. Biri də var ki, əqidəsi səhv ola, başqalarını da ardıca dartır aparır. Şeytan dedi, mən də hətta bunun üçün Allahın izzətinə and içdi və Allahdan möhlət istədi. Qiyamətə günə kimi mən insanları azılacaq. Görün, nə qədər mərhələ keçdi? Pillə-pillə, tədricən sonuçdan oldu, Allahın rəhmətindən, dərgahından qovuldu və qiyamət günə kimi lənətləndi. İnsanlar da belədir. Tədricən olur. Görürsünüz, hətta mənfi yolu gedəndə də insan tədricdən istifadə edəndə müvəffəq olur. O ki, qala müsbət yol olan. Mən bir misal çəkim sizə. İnsanlar xəstələnəndə, bəzi xəstəliklər, əlbəttə hər xəstəlikdən getmir söhbət. İndi mən o xəstəliklərin adını istəmirəm çəkəm. Doktor gözəl bilir olar. Bəzi xəstəliklər var ki, o xəstəliyə mübtəla olan insanlarda qısqanclıq yaranır. Niyə mən bu xəstəliyə tutuldum, o sağlamdır. Və istəyir ki, bir yolla ona da keçsin. Və həmən xəstəliklər də əksərən ağızla, hava su yolu ilə, damcı yolu ilə insanlara keçir. Bu insanlar, həmən özü xəstəliyə düçar olan insan, gedir, laf sənin ağzının dibində başlayır sənə söhbət eləməyə. Çünki qısqanır o sənə, sənin sağlamlığına qısqanır. İstəyir səni də yoluxdursun o yola. Narkomanlara fikir verin, onlardan da biri narkoman ki, bunun adını çəkirəm. Narkoman elə o saat narkoman olmayıb ki. Narkoman səni istəyir yoldan çıxarsın, o saat gətirib sənə həşişi, bağlı həşişi, tiryəki vermir ki, və yaxud da nəysə vermir ki, adam onu iynə, çək, nə pulvur. O da birinci gətirir sigareti, deyir, əsəbisən, əsəbləri sakitləşdirmək üçün sigaret. Bundan gözəl, çək əsəbləri sakitləşəcək. Dişin ağrıyır, çək vur, dişinə sakitləşəcəksən. Ha belə, ha yavaş-yavaş, qardaş bir də görür ki, nə sigareti də böyle keçib, artıq olub narkoman. Artıq yolun azıb. Bunlar da hamısı tədrici. Bu məsələnin mənfi tərəfi idi. İndi gəlin məsələnin müsbət tərəfinə gedək, haqqa dəvət tərəfə gedək, doğru yola tərəf gedək. Burada da lazımdır ki, insan tədricən yavaş-yavaş geçsin qabaqlara. İnsanları dinə, haqqa dəvət edəndə bu üslubdan istifadə eləmək lazımdır. Birdən-birə demək olmaz. Birdən-birə onların bütün məsələləri yükləsən o qaçar. İstəsən də alınmaz. Məsələn, paxıllıq hissi insanın canında bəzən paxıllıq hissi olur. Kinkidurət olur, həsəd olur, nə bilim, suizən olur. Birdən-birə bunu atmaq mümkün deyil. Tədricən atmaq lazımdır, müsbətə doğru. Tədricən bu işi görmək lazımdır. Çünki birdən-birə istəsən də alınmaz. Bəzən görürsən ki, biz nəysə istəyirik ki, kökünü kəsək, görürük ki, alınmır, o saatda soyuruq. Deyirik, yox, bu məndə alınmadı. Yazırlar ki, məclislərin birində, böyük bir möhtəşəm məclislərin birində dahi bir alim, o alemin adı yadından çıxıb, bu suyu qoyub bura bir də görürsünüz. O alim məclisdə, böyük bir məclisdə çox arif bir insan olur, çox tanınmış, nüfuzlu bir alim olur.
Alim oturduğu yerdən qalxır, üzün çevirir qibləyə və gedir səcdəyə. Alimdir deyənə hamının da diqqəti bundadır. Hamı üçün maraqlı gəlir ki, bu alim niyə durduğu yerdə məclisin belə qızmar yerində getdi səcdəyə? Səbr edirlər, acağa qalxır səcdədən, qayıdıb öz yerində əyləşəndə yaxınlarından bir-ikisi soruşur ki, ağa, dedi, bildim nəyə soruşacaqsın, niyə səcdə elədim, onu soruşacaqsın. Dedi, hə. Dedilər ki, hə, maraqlıdır bizə, sən məclisin şirin yerində getirir səcdəyə. Ağa görün, nə dedi? Dedi, 20 ildir öz nəfsimdə, öz içimdə olan mənfi bir xüsusiyyətlə mübarizə aparırdım. 20 il çalışırdım ki, onu kökünü kəsəm. Bu günlərin, bu məclisdə hiss elədim ki, öhdəsindən gəlmişəm. 20 ildən sonra. Və ona görə qalxdım, Allaha şükür elədim, şükür səcdəsi yedim. 20 il zəhmət lazımdır. Biraz zəhmətə düşmək lazımdır. Bir balaca əziyyət deməzdim. Bu özü bir şirinlikdir. İnsan zəhmət tələb edir ki, yavaş-yavaş özündən bəzi şeyləri uzaqlaşdırsın. Əgər bugün məndə suizən varsa, suizən nədir? Yəni elə hamı haqqında pis düşünürəm. 2 nəfər orada söhbət edir, mən yanından keçəndə səslərini onu azaldılar. Məndən söhbət edirlər, bax, mənim pisliyimdən danışırdılar. Mən keçən kimi azaltdılar səslərini. Deməli, məndən danışırlar. Bu suizəndir. Filənkəs getdi, girdi banka. Deməli, oradan sələl gedib götürəcək, faiz gedib götürəcək. Ay səni, bu da namaz qılan. Bəlkə xalqa Rusiyyətdən pul göndərib və gedib onu götürür. Bunlar suizəndir. Bunları tədricən insan gərək qoysun bir kənara, üzərində işləsin, gərək çalışasan. Hər bir məsələdə bayaqda dedim, əgər yalnız addım-addım insan gedərsə, tədricən insan əgər irəliləyərsə, Allah onu müvəffəq edər. Deməli, Peyğəmbərlərin ilk cazibəsi, insanlara haqqa dəvət etmələrinin ilk cazibəsi nə idi? Asan şəkildə insanlara çatdırırdılar, çətinliyə salmırdılar və ikinci tədricən yavaş-yavaş insanları təlqin edirlər. Birdən-birə bütün məsələləri deməzlər. Hətta İslam dini özü ki, Quran neçə ilə nazil olub? 23 ilə. Quran 2 dəfə nazil olub. Biri bir dəfəmə Peyğəmbərin qəlbinə, o Peyğəmbərin qəlbi idi. Bizim qəlbimiz də öyle idi, biz onu götürə bilməzdik. Biri də insanlar üçün 23 il müddətində az. Çünki Allah Teala istəyir ki, insanları neyləsin? Adət elətdirsin, örgətsin, isnişdirsin bu məsələlərə. Hətta oruç məsələsi Mədinədə nazil olub. Peyğəmbər Məkkədən ki, Mədinəyə hicrət elədi, bəziləri Məkkədə qalmışlar, təzə müsəlman oldular. Orucdan xəbərləri yox idi. Onlara oruc lazım deyil. Peyğəmbər oradan sımariş göndərmədi ki, mütləq oruç tutun. Oruç tutmasız müsəlman deyilsiniz. Hətta zəkat məsələsi də belə, hətta şərab məsələsi də belə. Şərabı da Allah Teala birdən-birə qadağan eləmədi. Yavaş-yavaş, pillə-pillə, 4-5 mərhələyə Allah Teala elan elədi. Axırda ki, şərab haramdır. Birinci necə dedi? Dedi ki, namaz qılanda şərab içib qılmayın. Bəziləri görsən bu ayədən sui-istifadə edirlər bu gündə. Deyirlər ki, Allah deyir ki, namazda şərab içmədən elə belə vaxtı olar. Amma o sonraların oxumurlar axı, sərf eləmir deyənə baxmırlar. Amma Allah onu etapla, mərhələ ilə sonra yavaş-yavaş bir dəfəmlik deyir ki, haramdır, olmaz. Peyğəmbər Əkrəm insanlar haqqında gözəl bir sözü var. Buyurur ki, "Ən-nəsu la yazal muxtalafun." İnsanlar bir-birləri ilə fərqlidir. Hamımız bir ola bilmərik ki. Hamımız eyni ola bilmərik. İnsanlar müxtəlifdir. Hamı eyni cür olsa düz gəlməz. Hərənin bir tutumu var. Hamıya eyni cür rəftar eləmək olmaz. Mən elə buradan bir məsələni də xidmətinizə çatdırım. Bəzən məktəblərə gedirik. Elə məsələn yaxın məktəblərin birinə gedirəm tez-tez bəzən. Orada o müəllimlər, tərbiyəçi müəllimlər böyük bir səhvləri ondan ibarətdir ki, əlbəttə mən onların elmi ilə işim yoxdur, savadları ilə işim yoxdur, çox gözəl savadlıdırlar. Amma müəllimlərin, bəzi müəllimlərin bir mənfi xüsusiyyəti var ki, istəyirlər ki, onların qarşısında olan şagirdlərin hamısı eyni səviyyədə olsun. O şagirdlər hamısı ağıllı, kamallı, tez dərk edən, yaxşı bilən, tərbiyəli, səsi çıxmayan olsun. Bu müəllimlərin mənfi xüsusiyyətidir. Və bəzən də görürsən ki, bu mənfi xüsusiyyətə görə uşaqlarla başlayırlar aqressiv rəftar eləməyə. Onların gücü çatmayan işləri tələb eləməyə. Bu müəllim savadlıdır, ola bilsin ki, savadlıdır, yaxşı təhsil alıb.
yaxşı elmi var, amma bu müəllim ki, hamını eyni gözdə görmək istəyir, fərq qoy. Bəzi məsələdə, deməli, o müəllim pedaqoqdur, o müəllim psixoloqdur. Müəllim, gözəl müəllim, yaxşı müəllim və müəllimə savadla yanaşı, gözəl oratör olmalıdır, gözəl natiq olmalıdır, gözəl izah eləməlidir. Elə savadlı insanlar var ki, fikrini çatdıra bilmir dərsdə. Və gözəl oratörluqla yanaşı, gözəl əxlaq nümayiş elətdirməlidir uşağa. Mən gedib girirəm sinifə bəzən, müəllim elə bir tərzdə, çox üzr istəyirəm, yayılıb oturub o stulunda ki, oturacağında ki, o uşaq ondan onu götürəcək də. Əlbəttə, valideynlə müəllimlər gərək paralel işləyərlər şagirdlərin üzərində. O uşaq ondan nə götürəcək, nə öyrənəcək? Bir müəllim ki, sinifdə barmağı ilə bəzi işləri görsədir, o müəllim necə müəllim ola bilər? Onun ancaq yalandan təhsili var. Amma nə o pedaqoqdur, nə psixoloqdur, nə əxlaq nümayiş elətdirmir. Müəllim gərək hamısını əhatə eləsin. Müəllim çox müqəddəs bir varlıqdır. Müəllim çox bir müqəddəs varlıqdır. Müəllimlər görürsən uşaqlar arasında fərq qoyurlar. Bəzən görürsən ki, uşaqları obrisi uşaqların yanında təhqir edirlər. Və bu da olmaz. Belə olmaz. Niyə olmaz? Çünki həmən uşaq ki, o bir uşaqların yanında təhqir olur, hey alçalır, ona elə gəlir ki, doğrudan da o xəstədir, o psixdir, o bacarıqsızdır, o heç nə bilmir, onun əlindən heç nə gəlmir. O uşaq böyüyəndə ya radikal olacaq, ya da ki, çox üzrəm, key olacaq. Ya onu öz əsəbini radikallıqla çıxardacaq, ya da ki, key olacaq. Elə biləcək ki, doğrudan da bu cəmiyyətə yaramır, cəmiyyətdən uzaqdır. Və bu da müəllimlərin səhvləridir. Məktəbdə olan müəllimlərin özlərini pedaqoq adlandıran insanların səhvləridir ki, uşaqlarla bu cürə rəftar edirlər. Həzrət Əleyhisselam Kumeyl Əleyhisselama gözəl bir söz buyurur. İnnə hâzihil qulub əv'iyyə. Buyurur, ey Kumeyl, insanların qəlbləri bir qabdır, qaba bənzəyir. Qablar müxtəlifdir. Biri 3 litr tutur, biri 10 litr tutur, biri 20 litr tutur, biri 100 litr tutur. Həzrət Əleyhisselam bunu demək istəyir ki, gərək hər kəsin öz ölçüsündə danışasan, hər kəsin qarşında olan müxatəbi tanıyasan ki, görün mən bununla nə formada danışım ki, buna çatsın. Gəlirlər məsum imamların yanına, mən ad demirəm çünki ola bilsin ki, imamın adını səhv deyəm, orucu bilirsiniz ki, xələl gətirir. Səhvən hansısa imamın ya bilərəkdən, bilməyərəkdən səhv hədis deyəndə imam adından orucu pozur. Ona görə də mən deyirəm, məsum imamlardan belə bir hədis var ki, belə bir rəvayət olunur ki, 2 nəfər gəlir imamın huzuruna, ikisi də eyni şeyi soruşur. Eyni sualı ikisi də soruşur. Amma imam birinə başqa bir cavab verir, digərinə tamam başqa bir cavab verir. Biri gəlir ki, ya Resulallah, bu sualı hamınız bilirsiniz. Deyin görüm Allah Taala bacararmı ki, bu boyda dünyanı balaca bir yumurtanın içində sıxışdırsın, yerləşdirsin? O boyda bir dünya, balaca bir yumurtanın içine sığışar. İmam ona belə cavab verir. Dedi, sənin gözün nə boydadır? Yumurtadan da balaca, 10 dəfə yumurtadan balacadır, 20 dəfə yumurtadan balacadır. Gözün görən hissəsindən gedir, o balaca nöqtə, qara nöqtədən gedir söhbət. Bəbək deyirik də biz ona. O nə boydadır? Gör, neçə dəfə yumurtadan balacadır. Amma gör özündə nə qədər şeyi əhatə edir, nə qədər aləmi yığıb özündə. Sığışıb mı? Deyir, bəli, ya Resulullah. Cavabını alır və bu cavaba qane olur gedir. Onun dalıcan bir başqası gəlir, eyni sualı verir. Ya Resulullah, Allah eləyə bilərmi bu boyda dünyanı balaca bir yumurtanın içində sıxışdırsın? İmam buyurur, sən nə danışırsan? Yox, mümkün deyil. O boyda dünya balaca bir yumurtanın içində girərmi? Bu da cavabını alır, da orada müfəssəldir cavab, mən daha çox demirəm, vaxt getməsin. Bu cavabını alır, gedir. Bu da öz cavabını alır, gedir. İmamların da həmişə yanlarında səhabələri, yaxınları olardılar. Deyirlər, ya Resulallah, bunlar gedəndən sonra. Bir suala 2 cavab. Birinə gözü misal vurduz, birinə dediniz mümkündür. Dedi, onun başı o qədər tutur, bunun başı bu qədər tutur. Bu mənim öz sözümdə, ha, imam biraz ədəbli danışır. İmam ədəblə cavab verir. Onun tutumu o qədərdir, onun zərfiyyəti odur. Ona mən deyə bilməzdim göz misalını. Buna da deseydim ki, yox, mümkündür, təzə bir sual çıxardacaqdım. Hərəsinin öz tutumuna yetdiyi cavab verir. Bəzən
hətta Qur'an-ı Kərimə təfsir eləyəndə imamlar yenə də müxatəblərinə baxırlar. Bu günlərin bəzi hədisləri, rəvayətləri biz oxuyuruq, görürük ki, bu ayə, bu hədisdə həmən eyni imamdan bu cürə təfsir olunub, həmən ayə, həmən imamdan başqa cür təfsir olunub. Niyə? Çünki imam müxatəbinə baxırdı. İkisi də düzdür, səhv deyil. İkisi də düzdür. İmam müxatəbinə baxırdı. Görürdü ki, bunun tutumu azdır, ona sədqi, özü başa düşdüyü kimi təfsir edərdi. Amma görürdü ki, o birisi daha dərrakalıdır, ona ayənin dərinliyinə kimi izah edirdi. Ona görə də bu günlərin bəzən görsən ki, hədislərdə belə bir şey görürük. Bir günlərin bir cavan oğlan, Hişam ibn Həkəm adlı cavan Murciə firqəsindən olur. İmam Sadiqin dövründə yaşayıb, İmam Sadiqi qəbul eləmir. Dayısı gəlir buna deyir ki, gedək İmam Sadiqin yanına bir bax, tanış ol, gör kimdir, nəcidir. Bəzən siz deyirsiniz, qıraqda bucaqda danışırlar, orada yığışırsınız, orada yaxşı adamlar yığışmır, güya bura gələnlər, belə-belə söhbətlər olur, burada başqa söhbətlər edirik. Eşidirəm, siz də deyirsiniz ki, gəl gedək qulaq as, gör orada nə danışılır, ondan sonra danışarsan. İmam Sadiqin də bu tərəfdarı olan dayısı, Hişam ibn Həkəmin dayısı deyir ki, yaxşı gedək bir imamla tanış ol, gör nə deyir, nə danışır, ondan sonra qəbul eləmərsən. Bunu bir əni müsibətlə imamın evinə aparır. Daxil olurlar içəri girəndə artıq İmam Sadiq əleyhissalam baxır. İmam Sadiq əleyhissalam insanşünas idi, ümumiyyətlə əymi ətar insanşünas idi, insanlara baxanda bilirdi kim hansı yolun yolcusudur. Baxır, görür bu uşağın, bu cavanın çıxarı var. Bu uşaq, bu cavan islah olması bir uşaqdır, cavandır. Amma onu ilə belə yenə də demir ki, sən nə qeydin batildir, sən səhv yoldasan, sən düz döyürsən, elə eləsəydi qaçasaydı. İmam başlayır onunla şirin-şirin danışmağa, gözəl söhbətlər eləməyə və bəzi sualları o cavan oğlana, Hişam ibn Həkəmə verir. Bəzi sualları verir və bəzi şübhə toxumların atır o cavanın beyninə. Bir müddət keçir, cavan oğlan dayısına deyir ki, bir o imamın yanına gedək, mənim bəzi suallarım var, artıq özü istəyir. Bir müddət keçir, özü gedir artıq imamın yanına, elə-elə, axırda həmən bu Hişam ibn Həkəm olur İmam Sadiq əleyhissalamın ən yaxın tərəfdarlarından və imamın xəttində gedənlərdən. Gərək biz də bu üslubdan istifadə edək. Biz gərək cəmiyyətdə də bu cür olaq. Əgər sənin evladın ipə sapa yatmırsa, əgər sənin qonşunla bir problemin varsa, əgər sənin məktəbdə şagirdlərlə anlaşılmazlığın varsa, əgər sənin məsələn dinsizi bir dinə dəvət eləmək istənsə, namaz qılmayanı namaza dəvət eləmək istənsə, sən də gərək tədricən, yavaş-yavaş Peyğəmbərin yolun gedəsən, əymi ətharın yolun gedəsən. Əbəs yerə Peyğəmbərimiz, İslam Peyğəmbəri cavanlar haqqında, yeniyetmələr haqqında nə qədər hədislər deyib. O hədislərdən birində bugün deyəcəm, qalanı sabah. Hamınız bu hədisi bilirsiniz və çox dəyərli bir hədisdir. Bu hədisin üzərində işləmək lazımdır, özdə nəyi var? Bunu psixologlar işləməlidir bu hədisin üstündə. Nə deyir Peyğəmbər? Buyurur ki, oğlunuz 7 yaşına dək, hamınız bilirsiniz bunu. Oğlunuz, evladınız 7 yaşına dək kimdir? Ağandır, sənin ağandır. O 7 yaşına kimi sənin ağandır. O nə dedi, odur. Sözün çörmək olmaz. Çünki o uşaqdır. Onun hələ dərrakəsi nə boyda inkişaf edib ki? O hələ bilmir heç nə. O hələ valideyn hörməti nədir heç onu bilmir. O uşağa özünü öldürsən də, valla bu 5 manata aparıb baqquşa, toqquşa verməkdənsə, bax bu 5 manata 1 kilo pomidor almaq olar, bax bu 5 manata xiyar almaq olar, pendir almaq olar, bir şiş kebab almaq olar, hamımız da oruçsuz, çörək almaq olar, əməlli başlı qarnını doydurmaq olar. Ay bala, bu 5 manat aparıb ona niyə verirsən? O 3 yaşında uşağa, ha denən onu başa düşməyəcək. Ona görə də sən məcbursan ki, onun dediyini eləyəsən, əlbəttə çərçivədə. Onun dediyini eləyəsən. Ona görə də 7 yaşına kimi uşaq sənin ağındır. Amma buyurur növbəti 7-də, ikinci 7 illikdə, yəni 7 yaşından 14 yaşına kimi, elə ki 8-ə qədəm qoydu, 15-ə keçdi, 14 yaşına kimi oldu sənin qulun. Artıq sənin qulundur. Bax, burada valideynlərin öhdəsinə böyük düşür. Çünki artıq o uşaq valideyn hörməti bilir. Artıq o uşaq valideyndən çəkinir və valideyn nə deyir ata baş üstə, ana baş üstə və onu eləyir. 7 yaşından 14 yaşına kimi. Əsl valideyn bu 7 ildən geniş istifadə eləməlidir.
böyük istifadə eləməlidir ki, onu düzgün istiqamətləndirsin bu 7 ildə, onu düz xəttə sala bilsin. Çünki nə desə deyəcək ata baş üstə. Bu 7 ildə, ikinci 7 ildə belədir. Amma 3-cü 7 il ki 15 yaşından 21-22 yaşına kimi ən çətin dönəmlidir. Əlaqsızda olanlar. Çox çətin dönəmidir, ən ağır dönəmidir və burada əksər valideynlər əziyyət çəkir, əksər valideynlər, bəlkə də bir 60%-dən yuxarı valideynlər bax bu dönəmdə uşaqlarla bəzən görsən olurlar düşmən, bəziləri səmimidirlər, öz evlatları ilə həmən bu yaşlarda mehribandılar, dostdular, amma bəziləri düşmən kimi. Valideyn nə deyir, ona əksin edir. Valideyn nə deyir, ona əksin edir. Niyə? Çünki əvvəl 7 ili düzgün istiqamət verməmişdir. Bundan qabaqki 7 ili düzgün istiqamət verməmişdir. Və bilmir ki, valideyn bu 3-cü 7 ildə o uşaq, həmən sənin evladın, artıq nə o sənin ağan deyir ki, o nə desə onu eləyəsən, nə də ki, o sənin qulun deyir ki, sən nə desən onu eləyə. Artıq burada İmam Peyğəmbər buyurur, artıq burada o vəzirdir. Birincidə ağadır, birinci 7 illikdə. İkinci 7 illikdə qulundur, sənin qulundur, valideynin quludur. 3-cü 7 illikdə o sənin vəzirindir. Onunla gərək məsləhətləşəsən, onu sayasan, ona önəm verəsən. Həzrət Əleyhisselam gənclər haqqında gözəl buyurur. Buyurur ki, gənclər bu yaşlarında, həmən bax bu yaşlarında valideynləri üçün ya düşmən kəsilirlər, ya da olurlar onlarla dost. Həmən bax bu 7 ildə. Özünüz də bunu çox şahid olmuşsunuz. Həzrət Əleyhisselamın bu haqda gözəl hədisləri var. Mən vaxtda daralır, bilmirəm, deyim, deməyim, bir salavat zikr edin. Allahümmə səlli ala Muhammed Artıq onların dərrakəsi bu yaşda formalaşan yaşıdır. Artıq onlar pisi yaxşıdan daha yaxşı ayıra bilirlər. Və sən hər bir işinlə onlarla məsləhətləşməlisən. Həmən bu hansı yaşda? 14-dən 21-ə kimi. Məsləhətləşməlisən. Demirəm onu dediyin, şah vəzirin hər dediyin eləmir ki, amma məsləhətləşir, amma məşvərət edir, ona önəm verir. Həzrət Əleyhisselam buyurur, cavanlarınızı, həmən bax bu yaşdan gedir ha söhbət, 14-dən 21-ə. Cavanlarınızı öz adətlərinizi eləməyə vadar eləməyin. Öz adətlərinizi onlara da vadar eləməyin ki, mən beləyəm, sən də belə olmalısan. Ən böyük səhv orada eləmiş olarsan. Buna Həzrət Əli buyurur. La taqsiru şubbanikum ala adabikum fa inna zamanahum ghayru zamanikum. Cavanlarınızı, öz adətlərinizi yerinə yetirməyə vadar eləməyin. Çünki onların zamanəsi ilə sənin zamanda böyük fərq var. Onlar başqa zamanənin uşaqlarıdır, sən başqa zamanənin uşaqlarısın. Mümkündür sənin bu yediyin yemək sənə xoş gəlsin, ona xoş gəlmir. Mümkündür mənim bu paltarım mənə xoşdur, amma ona xoş gələ bilməz. Mən deyə bilmənəm ki, mən sənin yaşında cırıq ayaqqabı ilə getmişəm məktəbə, sən də getməlisən. Yox, ən böyük səhvi elə onda eləyərsən. Mən sənin yaşında filan eləmişəm, sən də belə eləməlisən, olmaz. O zamanə fərqlidir, bu zamanə fərqlidir. Onları vadar eləmək olmaz. Bir misal da çəkib imamlardan söhbətimi bunu da bitirirəm. İmamlar doğrudan da gözəl misallar vurur. Və mən bu məsciddə belə şeylərin şahidi olmuşam deyəni məhz bu misaldan istəyirəm bitirəm. Buyurur, yenə də imam, Halqur ras muslatun lişşab. Buyurur ki, və viqarun lişşəyx, bunu da deyim. Şeyx yəni yaşlı insan. Yaşlı insanın saçını dibindən kəstirməsi, biz qırxdırmaq deyirik də, o qırxdırması ona vüqar gətirər, ona gözəllik gətirər, ona böyüklük gətirər. Yaşlı insan saçını dibindən qırxdırsın. Amma وَحَلْقُ الرَّاسُ مُسْلَةٌ لِشَّبْ amma cavana eybəcərlik gətirər. Bu günlərim ata, əmi, vadar eləməlidir ki, sən saçını get qırxdır. Belə eləsən saçını dibindən qırxacam. Və bununla da uşağı sındırır. Və bununla da uşağın qarşısını aldı, onun qanatlarını qırdı. Bunu imamlar buyurur, olmaz. Yaşlı insan üçün vüqar gətirir, amma cavan insan üçün o eybəcərlikdir. Ona görə də bu günlərin bizim öhdəmizə düşən vəzifələrdən biri budur ki, cavanlarımızla, ki inşallah gələn həftə bu söhbətin davamını edəcək, cavanlarımızla daha diqqətli olaq və tədricən onları nəysə izah edək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr edin.